Salamlar deyirəm bizimlə olan hər kəsə. Bugün Urmu gölünün quruma məsələsini danışırıq və yanımızda Torul bəy Atabay vardı. Xoş gördük Torul bəy. Çok hoş gördük, sağ olun. Torul bəy, sizə birinci sualla başlamaq istəyirəm. Urmu gölünün quruması ilə bağlı dövlətin heç bir şey eləmədiyini, qabaqca da eləmədiyini, indi də eləmədiyini görürük. Sizcə bunun dövlət politikasının səbəblərində nələr görürsünüz? Çok sağ olun. Tabloya aslında bütöv olarak baktığımızda bizim vəziyyətimizdə son 100 ildə bir tam olarak müstəmləkə, yani müstəmərə siyaseti görürük. Dövlət tərəfindən sistematik bir şekilde icra olunur. Bunun tam adı bir iç sömürge, yani daxili bir istimardır. Ama sıkıntı buradadır. Normal bir sömürge siyasetinin de müstəmərələşdirmə siyasetine de dövlətin təəssüflə bacarığı yoxdur. Yani bir süper güç kimi bir müstəmləkəyə çevirmə imkanı da yoktu devletin aslında. Yani burada istimar ve istismar meselesi ayrımına dikkat etmemiz lazım. Eğer bir yerde bir istimar varsa, kelimenin anlamının da anlaşıldığı kimi bir mənada bir bayındırlaştırma var, bir abadlaştırma var. O yerli şeyleri, halkı ve onun yanında bir o səmərələrindən, yeraltı qaynaqlarından yaralanma var. Yani uluslararası bir dili, bir kültürü orada yaygınlaştırır, bir sonuçta oraya bir medeniyet getirir, bir uygarlık getirir, bir iş imkanı yaradır. Bunun yanında da yerli imkanlarını, yeraltı kaynaklarını sömürür. Ama bizim vəziyyətimizdə bu daxili istimarda maalesef hiç bu ümran da yoktu, bu abadlıq da yoktu. Sürekli bir təxrif var, yerli kültür təxrif edilir. Bu yerine her hansı bir kültür de bırakılmır veya uluslararası değer olan bir dil ve kültür de bırakılmır. İnsan kaynakları sömürülür, köçe mecbur edilir. Ne bileyim, beyin köçüne zorlanır ve bunun içinde de yine çevresi de, mühit zisti de bir şekilde şorlanmış olur. Bu insana hiçbir refah sağlanmamış olur. Onun nümunesiyle Urmu Gölü kimi süngündür mesela. Süngüne istismara uğrayan bir bölgedir ama hiç buraya doğru düzgün bir yol çekilmiyor. O yerli insana bir istihdam sağlanmır ve bunun yanında bir de daha da beteri oradaki çevreye, mühit ziste ciddi zararlar verilmiş olur. İkinci bir mesele de burada bir ironi var. Son İran'ın 100 yılında bu herse ulus devlet veya devlet millet kurulduğunda bir ironi ortaya çıkır. Bu ülkenin sonucu itibariyle düşünen beyni Azerbaycan'dır aslında. Yani dünyaya açılan beynidir, çevre kültürlerden entegredir, bağlıdır bir şekilde ve ülkeye medeniyeti getiren, çağdaş tefekkürü getiren bir topluluktur. Bu İran ulus devletinin talihsizliği bu olur. Bizi hepsilemek bahasına, yani bizdeki o bir fobisi vardı bizim kopmamıza, ayrılmamıza dair, istiklaliyetimize dair. Bunu yakalamak için bizi hepsileme bahasına aslında bütün ülkeni de hepsilemiş olur. Yani bizi xaraba bırakmak bahasına aslında özlerini de bir mənada xaraba bırakır ki bizi bir şekilde el altı saxlasın veya madun, o furudest şekilde saxlayabilsin diye bütün ülkeye aslında bu zarar verir. Özlerini de bir mənada zarar verir ve son dönemde görürük ki bu meselede her hansı bir itiraza da belə bir gərəkçə gəlir. Hətta İran xalqı tərəfindən də sanki bu pantürkistlər məsələni dilləndirdikləri üçün onların təbiri ilə dırnaq arasında ona göre dövlət münasibət bildirmir. Oysa ki tam tersidir. Aslında bu insanlar Türk oldukları için, o kimliğe sahip oldukları için ve de modern düşüncəni qavradıkları için, ayrılma ihtimalları olduğu için dövlət burada ciddi bir təpkisizliği var, duyarsızlığı var, həssasiyyət göstərir məsələyə və mesele aslında zaten oradan kaynaklanır. Türk oldukları bu sömürgenin, istismarın sebebidir. Nəinki burada her hansı bir Türkçü axım meseleye hassasiyet gösterdiği için devlet tepki göstermiş. Ve bir mesele de aslında devleti bir kenara bırakır. Oradaki milletle biz eynen Abbas Mirza'nın yürüttüğü o Qacar-Rus savaşları zamanındaki kimi biz görürük ki Azerbaycan burada aslında təkdir bu meselede. Urmu Gölü meselesinde. Bu da neyi gösterir bize? Sosyolojik olarak bunu gösterir. Son 100 yılda bu kadar çabaladılar. Fars merkezli, İran merkezli bir millet devlet kurulmasına. Bu başarısız oldu. Eğer bu başarılı olsaydı, Türklerin dışındaki başka topluluklar da, başka bölgeler de buna eyni həssasiyyəti göstermek mecburiyetindeydi. Eğer Türk olduğu için buraya her hansı bir tepki verilmişse demek ki bu İran'daki milletleşme, uluslaşma prosesi tamamen başarısız olubdu. Bırakın devlet. Torul bəy, yurt dışında yaşayan insanlar Urmu gölü məsələsini necə qaldıra bilər sizcə? Buna herhalde herkesin qənaəti var. Devlet orada her hansı bir iş görmeyecek bu istimar siyaseti doğrultusunda.
Amma dövlət necə davranırsa davransın, biz ən azından təpkimizi dilə gətirməliyik, haqlarımızı tələb eləməliyik. Bu mövzunu qınamalıyıq. Hər şəkildə olursa olsun. Bu ayrımçı, ayrı seçkilikçi politikalara etiraz eləməliyik, bunu ifşa eləməliyik uluslararası arenalarda. Və zorlamalıyıq, bəlkə tərəfkar davranmalıyıq, bir şeylər olunsun. Yəni bizim bu dövlətin təpkisizliyi və görəvini yerinə gətirməməsi bizə bir pasivizmə də yol açmamalıdır. Burada ən böyük təbii ki, görəv yurt dışındakilərə düşür. Amma yurt dışındakı ictimaiyyətimiz təəssüflə örgütlü olmadığı üçün sürətli bir, özəlliklə bu nimçə təşkilatlar bir bildirim makinəsinə çevrilir. Sanki içəridəki insan bunların eyləmçisidir, sürətli bunları küçələrə dəvət edən bir şey eləməyə çalışırlar. Bu qəyyum zehniyyətidir. Yəni bu elə zaten İranda olan o hakim zihniyyətin sızıntısıdır. Bundan uzaq durmaq lazım. Biz içəridəki xalqın qəyyumu deyilik, içəridəki hər insanı küçəyə, o təhlükəyə çağırmaq üçün heç bir yetki yoxdur bizdə. Eşikdə olan insan çox rahatlıqla, güvənli bir ortamdadır. Bunlar məsələni əsasında uluslar rastlaşdırmaq məcburiyyətindədirlər. Yəni beynəlmiləl bir sorun halına gətirmək üçün çabalamalıdırlar. Bunun üçün də imkanları var. Baxın, çevrə quruluşlarına gedə bilərlər dəyişik ölkələrdə. Bu çevrə quruluşlarını, bu meclislə bağlı fəaliyyət göstərən STK-lara, sivil toplum örgütlərinə baş vura bilərlər. Onlar həm profesyoneldir bu qurumlar, həm mediaları var, imkanları var, bağlantıları var. Bunlardan istifadə edə bilərik. Özəlliklə biz, bəlkə məsələn Batıda çox diqqətlə çəkməsə, bu fəlakətdən etkilənəcək olan Türkiyədəki STK-ların, bu quruluşların diqqətini çəkə bilərik. Bir başda sonuçda bu Türkiyəni etkiləyəcəkdir. Bunun üçün yetərli çalışılmayıb əslində. Əsas ağrı burada məncə içəridəkinə deyil. Yəni o eyləmlər heç bir nəticə vermir çünki. Yurt dışında olanlara düşür. İçəridəki topu heç bir şəkildə içəridəkinə həvalə etmək bu doğru bir məntiq deyildir. Nə ola bilər dışarıda örgütlü olmadığımız üçün yurt dışında bəlkə bunun üçün keçici də olsa bir takım uluslararası komitələr oluşturula bilər. Bu komitələrdə çevrə məsələsinə hakim olan uzmanlar, bunun içində uluslararası hüquqa hakim olan şəxslər və aktivistlər yer alır və bunlar yurt dışında düzənli bu məsələni beynəlmiləlləşdirməyə çalışırlar. Bu üçün bir tərəfi də aktivistlərə düşür. Aktivistlər düzənli və rutin etiraz edilməlidir. Bu bir səfərlik, bir atımlıq barıtla olan bir şey deyil. Düzənli və rutin etkinlikdən məqsəd budur. Məsələn, həftəlik olaraq bəlli bir gündə gedilsin və bu elçiliklərin, konsolosluqların qarşısında düzənli bir şəkildə, amma uzun sürəli bir şəkildə, az sayıda da olsa etirazını bildirsin. Amma sadəcə çevrə məsələsini gündəmə. Yəni bunu ideolojiləşdirmədən, bunu siyasiləşdirmədən, hər hansı bir siyasi simgə üzərində bir tartışmaya və bölünməyə məhəl vermədən sadəcə bir çevrə məsələsi çərçivəsində və bu daxili istemarı dilləndirərək gedirlər, amma düzənli olaraq. Bunun sizə kiçik bir nümunəsini verim. Türkiyədə bu faili məchul dedikləri cinayətlərdə cumartesi anneləri hər cumartesi günü gedər, oturar, səssiz eyləm edir və bu səs gətirər həqiqətən mediada. Burada nə sayı önəmlidir, nə orada çağır-bağır önəmlidir, nə başqa bir şey. Bu düzənli olsa, ardıcıl olsa həqiqətən medianın da diqqətini çəkər və uluslararası bir məsələ halinə dönüşməsinə səbəbiyyət verə bilər. Toğrul bəy, axır olaraq sizdən bu saya böyük fəlakətlərə çözüm yolları, yəni yurt dışında olan insanlar nə eləyə bilərdən danışdıq. Ancaq o çözüm yolları nə cür axtarılmalıdır sizcə? Bizim toplumun əsas sıxıntısı və bu sorunlara cavab tapanmamasının dibində yatan şey örgütsüz toplum olmamızdır. Yəni biz organizə bir camiəyə dönüşməmişik. Dolayısıyla da sürəkli bir şəkildə, ardıcıl bir şəkildə tələbkar ola bilmirik və bunların arxasını tuta bilmirik. Yəni düzənli reflekslər göstərə bilmir toplum. Bu sorun çözülmədikcə də bu bireysel və ya çevrələrin təpkisi ilə və ya bu yarım yamalaq siyasi təşkilatların təpkisi ilə olacaq şey deyil. Yəni bunun başlanğıcı birincisi bu NGO-lar oluşturulmalıdır. Bu hər məsələmizdə zaten başımıza bəladır. İçəridə məsələn bir qismən buna imkan vardır. Bu NGO-lar görev işlənə bilər. Yurt dışına daha da çox dediyim kimi görev düşür. Yurt dışında acil bir şəkildə bu sivil toplum quruluşları oluşturulmalıdır. Bunlar uzmanları bünyəsinə ala bilər və birinci eləməmiz gerəkən əslində budur. Yəni ağlı, əqlaniyyəti əsas almamız lazım. Bu uzmanları dinləməmiz lazım, bunların çözümlərini. Yəni bu heç bir zaman da qalıcı bir fəlakətin qarşısında bu şəkildə ki, bütün bölgəni insansızlaşdıra bilər yəni. Bunun qarşısında o kiçik çıxarları da gözetməmək lazım. O yerli insanın bəlkə zaman-zaman
tikəl, cüz'i çıxarlarına tərs ola bilər bu politika. Amma sonunda bölgənin yox oluşu məsələsi ilə artıq qarşı-qarşıyayıq. Bunları da gözətmədən, əqdaniyyəti dinləyərək, bu uzmanların gələcəyə dair öngörülərini dinləyərək çalışılması lazım və gerçəkçi olunması lazım. Yəni bu məsələnin ideoloji eləmənin və siyasət məlzəməsi eləmənin heç bir faydası yoxdur bizə. Biz ilk öncə məsələnin üzünü həqiqi bir şəkildə idrak eləməliyik. Nə qədər təhlükəlidir, bu yaxın zamanda nə böyük bir fəlakətə yol aça bilər və sonuçları düşünülməlidir. Bu arada da görülməsi gerəkən birincisi bu dediyim kimi çevrə quruluşlarıdır. Bunlara başvurulmalı və ya oluşturulmalı çalışmalıdır. Uzman kadroya başvurulmalıdır və əsasında biz dövlətdən biraz daha çox üzümüzü topluma əslində çevirməmiz lazım. Yəni oradakı toplum, oradakı yurttaş bir mənada bilinçləndirilməlidir, ona bir ağahı verilməlidir. Toplum həm haqqını bilsin, həm də bunun qarşılığında bir vətəndaşlıq, yurttaşlıq görəvini bilsin. Burada ağrının çoxu əslində xalqa düşür. Yəni dövlətdən gözlənti bu mənada yersizdir. Dövlət görəvini yerinə gətirmir. Dövlət istəsə də, istəməsə də biz o vətəndaşa səslənməliyik. Məsələn, vətəndaş nə edə bilər? Oradakı əkin kültürünü dəyişdirə bilər yəni. Oradakı sulama sistemini dəyişdirə bilər. Buna hətta ironik bir şəkildə bəzən dövlət də dəstək verir, vətəndaş gəlib bunun arxasını tutmur yəni. Sulama sistemi dəyişə bilər orada, az su gərəkdirən əkinlər ola bilər. Bəziləri bu girişimdə bulunublar, məsələn, püstəkməklə və s. Yəni sonuç etibarıyla yurttaş öz üzərinə düşən görəvi bu şəkildə yerinə gətirsə, işin yarısı çözülmüş olar və bir tərəfdən də bu bir bahana olar bizə bu bünyadların oluşmasına, bu çevrə quruluşlarının oluşmasına, bu əsnaf birliyi ola bilər, səndik ola bilər, vəqflər ola bilər, dərnəklər ola bilər. Bunlar da əslində toplumun tələblərini güclü bir şəkildə bir yerdə dilə gətirə bilən və eyni zamanda toplumun müqəddəratını və ərkini, iqtidarını ortaya qoya bilən bu quruluşların vasitəsilədir. Yoxsa bireylərin əlindən elə də böyük bir şey gəlməyə bilər. Bir də son olaraq bu öyrənilmiş çarəsizlik psixolojisindən qurtulmaq lazım. Yəni madəm bu şərtdə bir fəlakət var, bölgənin bu qədər etkiliyi, dövlət də heç iş görmür, bu bir pasifliyə bizdə yol açmamalıdır. Bu fəlakət nə qədər böyük olursa olsun, bu sonuc etibarilə belə düşünmək lazım. Bu mücadilənin özü zaten budur. Mücadilənin zatı zaten budur. Bir toplumu qurtarmanın, bir qurtuluş mücadeləsinin, bir milli qurtuluş mücadeləsinin zatı budur. Əgər Türkiyə 1900'lü illərin başında 250 min insan ölümə verərək bir milli mücadilə verir. Bizim də milli mücadiləmiz bu şəkildədir yəni. Mücadilənin bir parçasıdır, mücadilənin bir vasitəsidir, aracıdır, özüdür və söyləmidir və mücadilənin çağdaşlaşmasını, modernləşməsini sağlayan da bir aracıdır. Dolayısıyla heç bir şəkildə bu çarəsizliyə qapılmamaq lazım. Bunun ardı tutulacaqdır, mütalibəçi davranacaq, biz haqqımızı dilləndirəcəyik, haqqımızın fərqində olacaq. Amma üzümüzü biraz da xalqa çevirməmiz lazım, çünki işin yarısı orada yatır. Təşəkkür edirəm Toğrul bəy, zaman ayırıb bizimlə bu çox mühüm olan bilgiləri paylaşdığınız üçün. Çox sağ olun, mən də sizə uğurlar diləyirəm.